Bismillah, elhamdülillah, es-salatu vesselamu ala Resulillah, əmmə bə'd, əssəlamu aleykum və rəhmətullah. Əziz və dəyərli müsəlman, bacı və qardaşlar, oruc bəhsinə davam edirik. Bugün də inşallah İslamda oruc başlığı altında orucun əhəmiyyəti və orucun faydaları haqqında sizlərə məlumat verməyə çalışacağım. İslamda başqa oruc növləri olsa da, müəyyən şərtlər daxilində hər bir müsəlman üçün məcburi bir ibadət mahiyyəti olanı hicrətin 2-ci ili Şaban ayında fərz qılınan Ramazan orucudur. Ramazan orucunun fərz ibadətlərdən olduğu kitab, yəni Quran, sünnə və icma ilə sabitdir. Quran-ı Kərimdə orucun fərz qılındığını bildirən ayələrin məalı belədir. Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də bəlkə pis əməllərdən çəkinəsiniz deyə sayılı günlərdə oruç tutmaq fərz qılındı. Sizlərdən xəstə və ya səfərdə olanlar tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Oruca gücü çatmayanlar və ya çətinliklə çatdıranlar isə fidyə olaraq bir yoxsulu doyurmalıdırlar. Kim könüllü olaraq xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Əgər bilsəniz, oruç tutmağınız sizin üçün nə qədər xeyirlidir. O, sayılı günlər insanlara doğru yolu göstərən, hidayət və haqqı batildən ayıran izahlar olaraq Qur'anın nazil edildiyi Ramazan ayıdır. Sizdən kim bu aya yetişərsə, onu oruclu keçirsin. Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsun. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Bu sayı tamamlamanız sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutmanız, təzim etməniz və şükr etməniz üçündür. Bəqərə surəsi 183-185-ci ayəti kərimələr. Bundan əlavə Ramazan orucu Həzrəti Peyğəmbərin imanın və İslamın əsaslarını izah edən məşhur hədislərində İslamın 5 şərti, vida xutbəsində cənnəti qazanmaq üçün zəruri olan təməl vəzifələr və ya 4 əsas ibadət arasında sayılmışdır. Başlanğıcdan etibarən İslam ümməti bu ibadətin fərz olduğu mövzusunda ittifaq etmiş, icma etmişlərdir. Orucun əhəmiyyəti nədir? Quran-ı Kərimdə əvvəlki cəmiyyətlərdə də orucun fərz qılındığına diqqət çəkilmişdir. Orucun məqsəd və hökmləri izah edilərkən ittiqa, yəni təqva feili işlədilmiş, oruc qadağalarına əməl etməyin Allah tərəfindən çəkilən sərhədlərə riayət etmək mənasına gəldiyi ifadə edilmişdir. Bütün bunlar və qeyd olunan feilin Qurandakı işlənmə məqamları nəzərə alındıqda, orucun Allaha qulluq şüuruna varılması, möminə yarışmayan hal və hərəkətlərdən çəkinilməsi və bəndəliyin müəyyən bir intizama, yəni qulluğun müəyyən bir intizama salınması baxımından əvəzedilməz bir əhəmiyyətə malik olduğu anlaşılır. Həzrəti Peyğəmbər də bir çox hədisində orucun fəzilətini açıqlayarkən həm mücərrəd izahlarla, həm də konkret nümunələrlə bu ibadətin əxlaqı gözəlləşdirməkdəki tərbiyəvi rolunu vurğulamışdır. Səmimi bir imanla Allahın rızasını qazanmaq üçün Ramazan ayını oruclu keçirənin günahlarının bağışlanacağını və oruc tutanların cənnətdə yüksək dərəcələrə nail olacaqlarını xəbər vermişdir. Həmçinin orucun sağlamlıq üçün faydalı olduğunu ifadə etmişdir. Orucun bir çox faydaları vardır. Biz burada biraz mənəvi və ictimai faydalarından oxuyaq. Məlum olanları möhkəmləndirmək, yeni təcrübə və biliklər qazanmaq üçün feyzli bir məktəb vəzifəsini görən, nəfsin tərbiyəsi üçün xüsusi bir iqlim yaratan oruc sayəsində insan ruhən ucalır, yüksək əxlaqi fəzilətlərlə bəzənir. İnsan illik bir hesabatla özünə verilən ömrü
necə keçirdiyi barədə dürüst bir qiymətləndirmə aparmaq fürsəti tapır. Bir tərəfdən sahib olduğu nemətlərin böyüklüyünü daha yaxşı dərk edir, digər tərəfdən isə məhrumiyyət içində olanların halını düşünüb onları anlamaq imkanı qazanır və cəmiyyət daxilində üzərinə düşən vəzifələrin fərqinə varır. Bütün günü ac və susuz keçirən şəxs iftar vaxtı yaxınlaşdıqda fəqir olsa belə sahib olduğu nemətləri daha yaxşı dərk edir. Varlı şəxs isə istifadə edilə bilməyən imkanların əslində bir güc və öyünc qaynağı olmadığını, nəticəsində özünün də hər an əlindəki imkanlardan məhrum qala biləcək aciz bir varlıq olduğunu daha yaxşı anlayır. Oruc qüvvətli bir məsuliyyət şüuru qazandırdığı üçün insanın Allaha, özünə, ailəsinə, yaşadığı cəmiyyətə, digər insanlara, ətraf mühitə, kainatdakı bütün canlı və cansızlara qarşı məsuliyyət daşıyan bir varlıq olduğunu qavramasına köməklik edir. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, bu videonun da sonuna gəlmiş olduq. İnşallah bir dahaki videoda orucun növləri haqqında danışacağıq. Videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı, rəy qisminə öz rəylərinizi yazmağı unutmayın. Elhamdülillahi Rabbil aləmin.